Salam əleykum, hər vaxtınız xeyir olsun əzizləyicilər. Bugünkü işlərimizdən biri də 202 Seşkanın arxa balkasının sökülüb yeni balka ilə əvəz edilməsidir. İnşallah başlamışam sökməyə. Söküb tam olaraq yerə qoyulandan sonra yeni balka gəlib hazır olan vəziyyətini çəkib paylaşacağım. Kim də istəsə əlaqə nömrəmiz səhifədə var. Əlaqə yaradıb yaxınlaşa bilərsiniz. Əzizləyicilər, daha öncə çəkiliş eləmişdim ki, Seşkanın arxa balkasının dəyişilməsi. Balkanı söküb, köhnə balkadır, 50 var idi. Maşın avtoqəza keçirmişdi. Ona görə köhnə balka yerdədir. Əyildiyi üçün dəyişdik. Bu da yeni balka üzərindədir artıq. Yaponka, tərtəmiz, sürüksüz, patsız balkadır. Artıq maşınımız hazırdır. Müştərimizə xeyirli uğurlu olsun. Kim də istəsə, əlaqə nömrəm səhifədə var. Maşınla bağlı, peridokla bağlı, nə problemi olsa əlaqə nömrəsinə əlaqə yarada bilərsiniz. Ünvanımız Sumqayıtda yerləşir.